Salam əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Həftənin vacib xəbərlərini nəzərinizə çatdırmaq üçün sizinlə studiyada mənəm, Şəbnəm Lətifi. Azərbaycan və Çin arasında viza rejimi ləğv olunur. Aprelin 23-ü Pekində Azərbaycan prezidenti İlham Əliyev və Çin sədri Xi Jinpingin iştirakı ilə Azərbaycan və Çin arasında sənədlərin imzalanma mərasimi baş tutub. Mərasim çərçivəsində Azərbaycan Respublikası hökuməti ilə Çin Xalq Respublikası hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında sazişi Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov və Çinin Xarici İşlər Naziri Van Yi imzalayıblar. Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda keçirilən məşəl yürüyüşü zamanı Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını pisləyib və bunu təxribat adlandırıb. Bu barədə baş nazirin mətbuat katibi Nazili Baqdasaryan məlumat yayıb. Baş nazir Paşinyan belə bir praktikanı qınayır, bunu məsuliyyətsiz və qəbul edilməz hesab edir. Beynəlxalq səviyyədə tanınmış dövlətin, xüsusilə də qonşu dövlətlərin bayraqlarının yandırılmasına dövlət başçısı başqa cür baxa bilməz. Bu, təxribatçı və qızışdırıcı praktikadır deyə o qeyd edib. Aprelin 23-də güya Azərbaycan ordusunun bölmələri tərəfindən Xəzinəvar istiqamətində atəş açılması barədə məlumat Ermənistan Müdafiə Nazirliyinin yaydığı dezinformasiyadır və həqiqəti əks etdirmir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi bildirib. Bir daha bildiririk ki, Azərbaycan ordusunun bölmələri tərəfindən mülki əhali və obyektlər istiqamətində heç vaxt atəş açılmır. Qarşı tərəf bu cür məqsədyönlü dezinformasiya və yalan məlumatlar yaymaqla öz təxribatlarını ört-basdır etməyə, eləcə də beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa çalışır, deyə məlumatda qeyd olunub. Roma papası Fransisk vəfat edib. Bu barədə Reuters məlumat yayıb. Qeyd edək ki, 2013-cü ildə Roma papası seçilən Fransisk Argentinada doğulub. Son aylarda o, pnevmoniya xəstəliyindən əziyyət çəkirdi. İstanbulda ardıcıl 2 zəlzələ baş verib. Bu barədə Türk mətbuatı məlumat yayıb. Bildirilib ki, birinci zəlzələ 3,9, ikinci zəlzələ isə 6,2 bal gücündə olub. Yeraltı təkanlardan ikincisi daha güclü hiss edilib. Zəlzələ nəticəsində 240-a yaxın Türkiyə vətəndaşı xəsarət alıb.